Süni intellekt artıq insan həyatının ayrılmaz hissəsinə çevrilib. Günümüzdə mətnlərin yazılması və təsvirlərin yaradılması ilə yanaşı incəsənət, hətta kino sahəsində də xeyli irəliləyişlər var. Azərbaycan İnnovasiya Mərkəzində keçirilən gənclərin süni intellekt forumunun da məqsədi bu sahədəki trendləri gənclərlə bölüşmək oldu. Düşünürəm ki, bu ilk dəfədir gənclər üçün həyata keçirilən belə bir kütləvi miqyaslı forumdur. Burada 150-yə yaxın gənc özlərinin süni intellekt haqqında bilik və bacarıqlarının artırılması istiqamətində bir araya toplaşıblar və bugünkü bizim forumda panel spikerlərimiz var. Süni intellektlə işləyən humanoid robotlar holoqram formasındakı köməkçilər müxtəlif sahələrdə insanların əməyini əvəz etməyə qadirdir. Forumda da bu nüanslara toxunuldu. Eləcə də robotların verilən tapşırığı təhlil etmək və yerinə yetirmək bacarığı müzakirə olundu. Süni intellekt özü əslində bir neyron şəbəkəsidir və bu süni intellektin işləmə mexanizması insan məntiqi kimidir. İnsanla oxşar tərəfi ilk öncə ikisinin də analiz etmə qabiliyyətinin olması və bir datasetə, yəni məlumat bazasına sahib olması. Təbii ki, insan bilgi sistemi, insan beyin məlumat saxlama bazası daha limitlidir, süni intellektdə daha yüksəkdir. Lakin fərqli cəhət bundan ibarətdir ki, insan bir sosial varlıqdır. Bizim duyğularımız, emosiyalarımız, belə deyək, biz insani hisslər dediyimiz humanoid xarakterlərimiz var. Bu hal-hazırdakı dövrdə süni intellektdə yoxdur. Süni intellekt əsasında hazırlanan proqram və tətbiqlərin sorğulara cavab vermə alqoritmi, zəngin data bazasından yararlanma gücü, həmçinin daha dərin müqayisələr aparma qabiliyyəti perspektivi daha da genişləndirdi. Süni intellekt əslində bir havada mövcud olmayan bir fikir deyil. O, müəyyən bir data baza əsasında işləyən, ağıllandırılmış bir alətdir. Və nəticədə süni intellekt dünyanı zəbt edəcək, bəli, zəbt edəcək. Amma bu necə zəbt edəcək? Yəni, bizi kölə etməyəcək təbii ki. Bizim bir çox rutin işlərimizi əlimizdən alacaq, bizə yeni bacarıqlar qazandıracaq. Əslində, süni intellekt biz insanı daha yaradıcı, daha ağıllı, daha innovativ və daha yenilikçi işlərlə məşğul olmağa bir növ sövq edəcək. Polşalı fantast yazıcı Stanislav Lem yazırdı. Sizin həyatınız ümumdünya teatrı olacaq. Bir dəfə boynunuza qoyulmuş rolunuz sizin ikinci naturanıza çevriləcək. Və bu teatrın tamaşaçısı da yalnız süni intellekt olacaq. Ancaq unutmayaq ki, süni intellektin inkişafı da insandan asılıdır. Məmməd Məmmədli, Vahabi Manzadə, Arzu Yusif, Ramilə Sultanova, Mədəniyyət xəbərləri.